Varlı görünmək yoxsa varlı olmaq? Bir çox insan cəmiyyətin onu real kimliyi ilə qəbul etməyəcəyi qorxusundan kreditə, borca girərək bahalı brendlərlə özlərinə saxta kimlik düzəldir. Bu onu mənəvi cəhətdən xoşbəxt etsə də, maddi cəhətdən böyük sıxıntılara salır. Digərlərinə özünü sübut etmək üçün o qədər pul xərcləyir ki, nəinki varlı olmağa, hər hansı xəstəlikdə və ya krizdə dərman belə almağa pul tapmırlar. Sizcə 7000 manatlıq telefon işlədərək avtobus və ya metro istifadə etmək sizi imkanlı göstərir? Bahalı brendlər pul qazanarkən sizin sadəcə cibiniz boşalır. Dostlarınız sizi olduğunuz kimi qəbul etmirsə, özünüzü yox, dostlarınızı dəyişin. Unutmayın, bu həyatı başqası üçün yox, özünüz üçün yaşayırsınız. Gəlin 2020-ci ildə olduğumuzu və 2500 manat pulumuz olduğunu düşünək. Burada iki senaryo olacaq. Birinci senaridə 2500 manat verərək bir ədəd iPhone alırıq. İkincidə isə 500 manata bütün ehtiyaclarınızı qarşılayan telefon, 2000 manatına da Apple səhmi alırıq. Və bu günümüzə qayıtdıqda birinci senaridən bizə qazanc qalan təxminən 800.000 manat dəyərində bir ədəd telefon. İkincidə isə 150% artış göstərən Apple hissəsindən bizə qalan 5000 manat və 50 manat ətrafında telefon olur. Gördüyünüz kimi, fərq sadəcə rəqəmlərdə deyil, fərq həm də düşüncə tərzindədir. Varlı görünməyə çalışanlar istehlakçı, varlı olmağı hədəfləyənlər isə investordur.